panel müzakirəmizə keçid edirik. Panel müzakirəmizdə spikerlərin çıxışları zamanı sizin onlara ünvanlamaq istədiyiniz sualları eşidəcəyik və dəyərli spikerlərimizin də cavablarını dinləyəcəyik. Sual-cavab sessiyasından dərhal sonra isə çox gözlənilən nahar fasiləsinə birlikdə ayrılacaq. Elə isə vaxt itirmədən spikerlərimizi səhnəyə dəvət edirik. Göktuğ Sarı, Nicat Manafov, Fərid Hacıyev və Məhəmmədəli Hüseynov. Qeyd etmək istəyirəm ki, moderasiya üçün isə layihə rəhbərimiz Hacı Qafarovu dəvət edirəm. Necəsiz? Əhvalınız necədir? Tədbir necə gedir? Zövq alırsınız? Alqışlarla bunu eşitmək istəyirəm. Əlasız. Arkada bir nəfər var alqışlamaya, o da telefonla məşğuldur, ona görə problem yoxdur. Zaten forumumuz da sosial media forumudur, amma olsun da. Deməli, yoldaşlar, bizim forumun ən önəmli xüsusiyyətlərindən biri təkcə spikerləri dinləmək yox, onlara siz öz suallarınızı da verə bilmək imkanınız olur. Odur ki, bu mənim tabirim budur, əjdaha. Bu 4 əjdaha sizin suallarınızın qabağında öz cavabları ilə bir yerdə olacaqlar. Və istəyirəm ki, o sualları sizdən eşidək. Əl qaldırırsınız, bizim komanda sizə yaxınlaşır. Orada bir əl var. Buyurun, buyurun, siz qalxa bilərsiniz. Bizim komanda, bəli, zəhmət olsun mikrofon verək. Salam. Salam, spikerlərin hamısını salamlayıram, çıxışları üçün təşəkkür edirəm. Mənim sualım bugünün əsas problemi ChatGPT-dir. Yəni, bilmək istərdim ki, siz də özünüz öz sahəmizdə irəliləmiş insanlarsınız. Yəni, düşünürsünüz ki, gələcəkdə ChatGPT sizin rolunuzu əvəz edə bilər və siz gələcəkdə məsəl üçün öz işinizdən başqa işlərdə olacaqsınız, yoxsa bu işə davam edə biləcəksiniz. Bu barədə bilmək istəyirəm ki, yəni, nə qədər sizin işinizi ChatGPT eləyəcək, ya edə bilməyəcək, necə bunun qarşısını ala bilərik? Okey. Bir dənə çox üzr istəyirəm, mən demədim. Birinci sizi tanıyaq biz. Adınız, soyadınız necə oldu? Adım Ülkər Həsənli. Ülkər Həsənli. Şad olduq Ülkər xanım. İndi konkret olaraq sualınızı hansı spikerə ünvanlayırsınız? Yəni ümumi bütün hamısını dinləmək istərdim. Bir nəfər. Göktuğ bəydən. Hocam, buyurun. Teşekkür ederim hakikaten sual için. Bu artık yani bence hamımızın zaten ChatGPT çıkandan beri hem özümüze verdiğimiz sualdı hem dostlarımızın birbirine verdiği sualdı ki bu ChatGPT hakikaten neyniyecek, işimizi elimizden alacak mı? Yani çok uzun müddet alacağını düşünmürəm. Çünkü günün sonunda marketing dediğimiz şey birce sosyal medyadan ibaret değildir. Yani bunun 60% belki de offline'dı. Yani sizin çölden eyneti insanlarla nece ünsiyet kurduğunuz, nece işte atıram tedbirler elədiyiniz, PR çalışmalar elədiniz falan. Yani onlar üçün ideya tapma cəhətdən çox yaxşıdır. Mənim 2 saatdə elədiyim brainstormingi 10 dəqiqəyə indirir. O cəhətdən 100% bir tool olarak möhtəşəm kömək edir hamımıza. Amma yani mən qorxmuram ChatGPT-dən həqiqətən. Yəni ChatGPT ilə mən 15 dəfə də danışsam, məni çox yaxından da tanışsa, hələ də ondan istədiyim şeydə, yəni soruşanda istədiyim cavabı bir türlü ala bilmirəm. Yəni bəs etmir, yetərli gəlmir hələ də. O şey yox, o kültürel toxunuş, o yəni incə detalları görə bilmir hələ də. Və mən belə ya bu nədən danışırsan falan deyə tartışmaya başlayıram sonra onunla ki, məni daha da yaxşı başa düşsün tam olaraq nə etmək istəyir. Yəni çünki mən istifadə edərkən özümü şey kimi də görürəm. Mən ChatGPT şu an əslində biraz da öyrədirəm də nəyin nə olduğunu. O biraz təhlükəlidir məncə. Çox da şey öyrətməmək lazımdır, amma maraqlı. Yəni mənə kömək edir, hamımıza kömək edir. Çox qəşəng ideyalar tapmamıza qapı açır. Yəni mən təqdimatları belə artıq yəni tender təqdimatlarını bile bir gündə eləyərkən, 2 gündə eləyərkən hazırlayın. İndi böyle 2-3 saatte hazır olur her şey. Ona göre bence əladır ChatGPT. Yaxşı istifadə edirsenizsə və həqiqətən AI-yı yaxşı başa düşürsənizsə en büyük köməkçiniz olacaq. Belə deyə bilərəm. Təşəkkür edirəm, sağ olun. Var mı əlavə etmək istəyən? Əslində bu mövzu ilə bağlı birazdan, daha doğrusu forumun sonuncu spikeri Cəfər müəllim çıxışı olacaq. Cəfər müəllimin təqdimatına mən baxmışam, spoiler vermək istəmirəm, amma vereyim. Ürəyim belə istəyir. Yəni, o təqdimat tamamilə ChatGPT-ilə, süni intellektlə yığılıb, düz deyirəm. Görürsünüz. Yəni, spikerimiz tamamilə süni intellektdən qurulu bir təqdimatla sizin qarşınızda olacaq və həqiqətən süni intellektlə bağlı təsəvvürünüz dəyişəcək. Çünki mən elə bilirdim ki, süni intellekt sadəcə ChatGPT kontentindən ibarətdir, amma yəni, orada başqa bir dünya var imiş.
hədsiz dərəcədə çox böyük bir dünya var imiş. Ülkə xanım, təşəkkür edirəm sualınıza görə, Göktuğazım, eyvallah. Növbəti sual kim tez gözümə sataşdı orada xanım? Mən oranı gördüm, bəli siz. Bəli siz, hə. Yox, sağdakı xanım. Salamlayıram ilk öncə hər kəsi. Adım Əsnardır və marketinq sahəsində oxuyuram. İxtisasım marketinqdir. Sualım Fərid Hacıyev olacaq. Özü haqqında çox məlumat əldə etməyə çalışıram və bu yaxınlarda karyera müəlliməmizdə sizlərdən biri ilə bir müsahibə götürməyimizi rica eləmişlər. Sadəcə əlaqə qura bilmədim deyə başqasını seçmək məcburiyyətində oldum. Sualım ondan ibarətdir ki, mən hələ də marketinq sahəsinin hansı sahəsində özümü gördüyümü tapa bilmirəm. Bunu necə inkişaf elətdirə bilərəm? Bunu necə tapmağa kömək edə bilərsiniz? Budur sualım ki, digital marketinqi sırf gələcəyim üçünmü seçim, yoxsa istəyirəmmi seçim? Çünki tam özümü görə bilmirəm SMM sahəsində ya da başqa sahələrdə. Nə kimi köməkliyi ola bilər, yəni seçməyimdə? Təşəkkür edirəm sual üçün. Birinci onu deyim ki, digital marketinq ancaq sosial mediadan ibarət deyil. Digital marketinq çox böyük bir, belə deyək də, alətlərin toplusudur, yanaşmaların toplusudur. Amma istənilən halda rəqəmsal marketinq, ənənəvi marketinqi bilmədən çox da effektiv ola biləcək bir sahə deyil. Çünki rəqəmsal marketinq ancaq alətlərdən ibarət deyil də. Nəhayətində biz o müştərini tanımalıyıq, o auditoriyanı bilməliyik, o ilə necə ünsiyyət quracağımızı bilməliyik. Sadəcə rəqəmsalda bunu daha digital platformalarda eləyirik. Necə tapım məsələsi, təbii ki, birinci ən idealı odur ki, bir neçə yerdə özünüzü sınayasınız, amma o imkan yoxdursa, məsələn, bəzən olur ki, nə bilim, dərslərdən vaxt olmaya bilər və s. və ilaxır ki, fərqli yerlərdə və ya şirkətlər bəzən çox təəssüf ki, ona çox maraqlı olmurlar. Deyirlər ki, bir sahədə başlayırsansa burada davam elə. Araşdırmaq ən yaxşı üsul ola bilər. Fərqli bütün üsullarını, yollarını, istiqamətlərini araşdırıb hansının nə imkanları var, hansında necə özümü inkişaf elətdirə bilərəm və ən əsası da hansına mənim içimdəki o, belə deyək də, enerji uyğunlaşır məsələsidir. Amma rəqəmsal marketinq sırf trendli gələcəkdir, amma ənənəvi marketinq öləcək deyə bir şey olacağını düşünmürəm. Çünki istənilən halda axırda o Namiq dayını tanımaq lazımdır. O Namiq dayının dərdini başa düşmək lazımdır. Onu da süni intellekt tam olaraq eləyə bilməyəcək. Bizim verdiyimiz şeylərin üzərindən eləyəcək. Mən necə kömək eləyə bilərəm bu prosesdə? Həmişə hazıram. LinkedIn-dən yaza bilərsiniz, Instagram-dan yaza bilərsiniz. Müzakirə eləyə bilərik, suallarınızı cevablaya bilərəm. Nə bilim, resurslar verə bilərəm, kitablar verə bilərəm sizə, tövsiyə eləyə bilərəm. Sonra onların üzərindən yenə müzakirə eləyə bilərik. Çox sağ ol Fərid müəllim. Qısa xülasə eləsək, bir buradan sual almışam deyə bu tərəfdən almalıyam. Oradan kimsə həqiqətən bayaqdan məni güllə atəşinə tutur. Bəli. Hər kəsə salam, mən Basif Bayramov, özüm sosial media meneceriyəm və bu sualı Məhəmməd Əli Hüseynov olacaq və ya ümumi də ola bilər, hər kəs cavablandıra bilər. Buradan, belə deyim, sosial mediadan əlaqəli deyil. Spiker olmaq istəyənə məsləhətiniz nə ola bilərdi? Bu çox maraqlıdır. Bir də başa düşmədim. Yəni, qısa, çox üzr istəyirəm, buyurun. Buradan spiker olmaq istəyənə, yəni məsləhətləriniz nə ola bilərdi? Necə özünü inkişaf etdirə bilər? Deməli, qorxmayın, istədiyinizi eləyin və işinizi sevin. Yəni, işinizi sevərək və qorxmadan eləyəndə, özünüz üçün eləyəndə, öz vicdanınız üçün eləyəndə mütləq ki, yaxşı nəticələr əldə edə biləcəksiniz. Məncə belə. Əlavələriniz varmı? Bir də təbii ki, əylənmək və əyləndirmək, yəni insanların diqqətini sizdə öz üzərinizdə saxlaya bilmək üçün qısa, dəqiq və maraqlı çıxışlar etmək, maraqlı mövzular və hekayələr tapmaq məncə spiker olmanız üçün və bu sahədə parlamanız üçün böyük kömək edəcəkdir deyə düşünürəm. Belə, bu qədər. Bir də Hacı ilə tanış olmaq. Hacı sizi bir gün əlbəttə ki, spiker olaraq çağıracaq. Nizat müəllim, sizin bu mövzuda fikriniz? Məncə spiker olmaq yaxşı bir şeydir. Yəni tam səmimi deyirəm. Yəni birincisi pul vermirlər. Yəni gəlirsən boşuna həyəcan keçirdirsən burada. Nizat müəllimin dünənləri, yəni gününü qaralamışdım. Nizat müəllim kimi bütün spikerləri. Təqdimat nə oldu? Nə vaxt göndərirsiniz? Gecə saat 12-də zəng eləyirəm.
İkincisi speaker olmaqdansa mən bilinməyib daha çox pul qazanmağı seçərdim. Mən ikinciyi seçərdim. Speaker olmaq niyə istəyirsən ki, o hədəfə gedən bir yolda sizə hara aparır? Ondan sonra TikTokda canlı aç, daha çox adam baxar. Çox sağ ol. Əslində burada mahiyyət etibarilə məsələ ondan ibarətdir ki, sizin 6-9 nəzəriyyəsinə ehtiyacınız var. Yəni həyata baxışınız necədirsə, o cürdə görə biləcəksiniz. Son sualı alıram bu paneli, amma spikerləri tuta biləcəksiniz. Mən sizə yönləndirəcəm yaşıl köynək. Çox üzr istəyirəm, bir dənə bitirim. Yoldaşlar sizə mikrofon uzatsınlar. Mahiyyət burada ondan ibarətdir ki, siz bir şeyi Əlinin də dediyi kimi, Fərid müəllimdə, Göktü müəllimdə, Nicat müəllimdə, hətta Əli müəllimdə yaşlı da olmağımıza baxmayaraq ondan çox şey öyrənirəm. Burada həm sevmək önəmlidir, həm ondan zövq almaq önəmlidir. Fərid müəllimin dediyini desəm biraz yaşxanalıq olacaq. Amma Nicat müəllimdən yəni dediyi kimi də TikTokda canlı açmaq da ola bilər. Bu da sizi spikerliyə apara bilər. Buyurun. Əvvəla salam, hər birinizi salamlayıram. Mənim adım Nihatdır və Hacıya təşəkkürümü bildirirəm ki, bu möhtəşəm formaları təşkil edirlər. Mənim sualım nə barədədir? Deməli, bugünkü mövzumuz ümumi olaraq sosial mediada gənclərə xitab eləməkdir və onlara necə düzgün xitab eləmək, bu xitabın nəticəsini düzgün almaqdır. Mənim sualım biraz daha böyük kütlə üçündür. Niyə görə? Çünki öz nümunəmdən, öz praktikama aid bir sual var. Biz təhsil sahəsində məşğuluq və bizim xitab elədiyimiz kütlə adətən valideynlərdir. Yəni daha böyük yaş kütləsi, hansı ki 30+ deyə biləcəyimiz kütlədir. Bizim onlara xitab eləyəndə əsas işlətməli olduğumuz strategiyalar nədən ibarətdir? Çünki gənclərdə daha çox fokus müddətinin qısa olmasına əsasən biz emosional hissləri daha yüksək olan reelslərdir, daha emosional hissləri yüksək olan kontentə xitab eləyirik. Amma daha böyük yaş kütləsi üçün hansı taktikaları istifadə etmək daha effektiv olar? Sual kimədir? Ümumi auditoriya. Tamam. Ya da spikerlər. Ona bir-bir gedək. Necə siz? Məncə, yəni sizin auditoriyanız hansısa bir nəslə aiddir, ancaq Gen Z nəsli, Gen X nəsli mənim hansına aiddir. Onu daha çox analiz edib, onların vərdişləri, onların nə yeyib içdiyini, bunların hamısını öyrənib, onların elə bil dərisinə girib, onlar kimi düşünüb elə fikirləşmək lazımdır ki, məsələn, onlar reklamları harda görmək istəyir? Reklamları necə görməyə öyrəşiblər? Onları necə təəccübləndirə bilərik, bayaq dediyim kimi? Yəni belə bu formada, yəni belə mənim atam da burdadır. 64 yaş var. TikToka və sosial mediaya. Məndə alqışlar gəlməlidir bura. Ona da çıxış eləyə bilərsiniz. Məncə, yəni xüsusilə şimdi 30+ demək istəmirəm çünki özümü qoca kimi aparmaq istəmirəm. Amma yəni danışmaq, söhbət eləmək, gözlem eləmək. Mən misal üçün ilk reklamcılığa başladığımdan etibarən ən sevdiyim şey markete gedib insanlara baxmaq. Nəyə necə reaksiya verirlər? İşte qiymətə mi baxır, arxasını oxuyur mu, necə danışırlar, bir problem yaşayır mı, məhsul axtarıb tapa bilmirmi? Yani gözlem eləmək, böyle özünüzü küçük böyle hafiye ajan kimi böyle gedip böyle secret shopperlık eləmək falan. Böyle şeyler hakikaten insana çok güzel insightlar kazandırır, çok güzel insightlar getirir. Ki zaten startupların yaranmasının bile çıkışı aslında budur ki günlük hayatımızdaki problemlerin daha çok fərqinə vardığımız için onlara daha tez həlli olan inovasiyalı çözümler getirmek. Ona göre gözlem, dinlemek və başa düşməyə çalışmaq məncə o yaş qrupu üçün çox vacib deyə düşünürəm. Təkrar eləmək istəmirəm, amma əlavə bir şey demək istəyirəm. Mən həyat sığortası sahəsində işləyirəm. Yəqin ki, ən çətin satıla bilən şeylərdən biridir. Müəllim bizə satırdı. Özü dərsdə. Çöldə kimsə gəlsə, kreativist falan varsa, həyat sığortası satacam arada olsa. Çox çətin satılan bir məhsuldur və fərqli-fərqli də segmentlərə müraciət edirik. Misal üçün, Z nəslinə sata bilmirik. Çünki Z nəsli həyat sığortasını ümumiyyətlə istəmir. Deyir ki, mənə heç nə olmayacaq falan. Tək heç kimə heç nə olmasın. Biz də istəmirik. Həm zərərdir, həm də insan. Amma biz nə edirik? Biz müştəri təcrübəsini misal üçün çox ciddi önəm veririk. Biz hər ay demək olar ki, bütün məhsullarımız üzrə müştəri təcrübəsi araşdırmaları edirik. Oradan insightlar çıxardırıq. Baxırıq ki, nə dəyişdi, hansı fərqlər var, müştəri nə istəyir və bütün axırda gətirib hər şeyi o müştərinin təcrübəsinə bağlayırıq. Call center'ımızı da ora bağlayırıq, reklamımızı da ora bağlayırıq, sloqanımızı da, hər şeyimizi və o gətirir bizə satışa çıxardır. Nəhayətində bayaq Gökdə hocanın dediyi kimi
o adamı tapmaq lazımdır ki, o adam hardadır. Otaqda oturub marketinq eləmək çox çətindir. Otaqda oturub marketinq eləyə bilmərik. Ora çıxıb onların içinə girməliyik, baxmalıyıq ki, nə istəyirlər, hardan istəyirlər, necə istəyirlər. Bizim bir məhsulumuz var, o məhsulda 8 dənə mesajımız var. Fərqli-fərqli segmentlər var, hərəsinə başqa mesaj veririk. Amma hamısını da o customer experience, customer development sorğularından, araşdırmalarından çıxartmışıq. Ona görə məncə müştəri təcrübəsi tam bir belə insancıl yanaşmalardan biridir. Zət müəllim sual cavab vermək haqqında fəraqət etdi. Mən türkcə təhsil almışam. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, siz indi gedirsiniz nahara. Nə tər sevindilər? Yoldaşlar, bir dənə xahişim nədir? Bizim bu panellə bağlı deməli davam edən sual-cavab hissəmiz olacaq və naharda da spikerləri yaxalayırsınız. Osman deməli tutursunuz, suallarınızı döşüyürsünüz. Babam o söz deyir. Bu adamlardan qopartdıq. Sonra tuta bilmirik həqiqətən. Bu cür insanları mən Çempionlar Liqası deyirəm bizim spikerlərimizə. O insanlardan öyrənməliyik.